Salam, hər vaxtınız xeyir olsun. Hər kəsə təşəkkürlərimi bildirirəm ki, videomuzu izləyirsiniz, bəyənirsiniz və yorum yazırsınız. Deməli, bugün də biz seçmə suallardan birinin həllinə baxacağıq. Bu sualda deyir ki, alfa bucağı, beta bucağı verilib, median tənbölən, median hündürlüyü və tənbölən və hündürlük arasındakı bucağı tapmağın qaydasını öyrənəcəyik biz. Deməli, bu sualda nə edirik? Əgər bizə median və tənbölən qaydası soruşursa, yəni median və tənbölən arasındakı bucağı, məsələn, x qeyd edirik. X nəyə bərabərdir? Əgər bu anlayışlardan birinin içərisində tənbölən varsa, nə edirik? Alfa çıxılsın beta modul daxilində bölünsün 2 olur. Əgər bizə tənbölən və hündürlük deyirsə, yenə həmin bu z yazaq. Z bərabərdir. Alfa çıxılsın beta modul daxilində bölünsün 2. Əgər bizə median və hündürlük desə, ümumi bucağı istəsə, buna da bir qamma yazaq. Ya da y yazaq. Y bərabərdir. Alfa çıxılsın beta'ya. Yəni qaydamız necə oldu? Əgər bunlardan götürülənən 2 dənəsindən biri tənbölən olarsa, o zaman bunlardan soldan sağa çıxıb 2-yə bölürük. Əgər tənbölən anlayışı yoxdursa, yalnız median və hündürlüyü deyirsə, onda 2-yə bölmə anlayışı olmayacaq. Alfa çıxılsın beta olacaq. Belə. Təşəkkürlər izlədiyiniz üçün.